Son zamanlar sosial şəbəkələrdə gizli dinləmə cihazlarının satışı artıb. Vəkil Mir Hüseyn Həbiblinin sözlərinə görə gizli dinləmə vasitələrindən istifadə yalnız qanunla nəzərdə tutulmuş şərtlər daxilində mümkündür. İlk növbədə onu qeyd edim ki, gizli yolla informasiyanın əldə edilməsi ilə bağlı vasitələrin istifadəsi əməliyyat axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Həmin qanuna əsasən bu tip texniki vasitələrdən yalnız əməliyyat axtarış fəaliyyətini həyata keçirən qurumlar istifadə edə bilərlər və digər şəxslərin istifadəsi qanunvericiliyi ilə qadağan edilir. Gizli yolla informasiya əldə edilməsi ilə bağlı vasitələrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir ki, bu tip elektron vasitələr də yer almaqdadır. Onu qeyd etmək istərdim ki, bu tip elektron vasitələrin satışı və istehsalı Cinayət Məcəlləsi ilə məsuliyyətə səbəb olmaqdadır. Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən istehsalı satışı 2000 manatdan 5000 manatadək cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və yaxud 3 ilədək azadlıqdan məhrum etmə cəzaları ilə məsuliyyətə səbəb olmaqdadır. Vəkil həmçinin gizli səslərin yazıldığı və bundan şantaj məqsədi ilə istifadə olunduğu hallarla rastlaşan şəxslərə dərhal aidiyyəti qurumlara müraciət etmələrini tövsiyə edir.